Deməli, 95-ci suala baxırıq. 95-də nə deyilir? Gəlirik 95-ə. Tamam, tapdıq. Uyğun tərəfləri paralel olan bucaqların tənbölənləri paraleldir. Tamam. Uyğun tərəfləri Müəllim, paralel... həm tərəflərin, həm də tənbölənlərin paralel götürə bilmədim, təsəvvür edə bilmədim. Aydındır. İndi biz cəhd eləyək bir dənəsini. Məsələn, tutaq ki, bu bir bucağımız olsun. Bu bucaqlardan birini 60 dərəcə verir. Biz də götürdük. Uyğun tərəfləri paralel olan bucaqlar çəkməliyik. Məsəl üçün, ya bunu bərabər bu formada olmalıdır, ya cəmi 180 olmalıdır. Mən hələlik bərabər götürdüm. Bərabər götürəndə 60 çıxır. İndi biz baxmalıyıq ki, görə tənbölənləri paraleldirmi? Baxaq. Əgər biz tənböləni çəksək, bu bucağın tənbölənini çəksək, bu bucağın tənbölənini çəksək, buna paralel gedəcək. Eyni bucaq olduğuna görə. Onda belə çıxır ki, bu bucaqlardan biri 60-dırsa, digəri 60 dərəcə olmalıdır. Yəni, burada qaranlıq qalan məqam varsa, deyil. Məsələn, belə bir şey deyil. Bu A-dır, O-dur, bu da B-dir. Bizim də C, deyək ki, D, bir də E bucağımız var. İndi tutaq ki, biz təsəvvür edək ki, bu tənbölən bu tənbölənə paraleldir. Paraleldir. Məsələn, mən DC-ni uzadım. DC-ni uzatdım. Əgər paraleldirsə, tutaq ki, O, bura ad qoymamışam. Tənbölənə ad qoymamışam. Tutaq ki, OK. OK tənböləni DF tənböləninə paraleldir, təsəvvür edək. Bu zaman burada çəkdiyimiz DC bunu kəsir. DC bunu kəsən kimi tənböləndə 60 dərəcə 30-30 kimi 2 yerə bölünür. Bunu yazaq. Bunu kəsən kimi Z kuralı yaranır. Bu bucağın alfa olub, bu bucağın da alfa olduğunu qəbul edirik. Nəticədə əgər biz qəbul etdiksə ki, bu 30-dur, bu 30-dur, bu 30-dur, onda bura 30 olması zorundadır. Yəni, daxili çarpaz bucaqlar bərabər olacaq. İndi qaydaq nəyə? Qaydaq nəyə? Əgər bu 60 idisə, D bucağı 60 idisə, D bucağı 60 idisə, bu da 60 olmalıdır. Əgər paraleldirsə. Çünki uyğun bucaqlara görə olmalıdır. İndi biz bunu 60 yazan kimi, buradakı O, C, nə bilim, bir L yazsaq, O, C, L 3 bucağı alınır. 3 bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, bunu belə eləmədən də görmək olur ki, bəli, bu bucaqlar bərabər olmalıdır ki, paralel gedə bilsin. Yaxşı, deməli 60-dırsa 60 olmalıdır ki, belə geçsin. Məsələn üçün, perpendikulyarda da uyğun tərəfləri, bir dənə onu da deyim onda, uyğun tərəfləri perpendikulyar olan bucaqlar olanda, və deyəndə ki, məsələn, bunların bir tərəfi, məsəl üçün, tutaq ki, belə təsəvvür eləyək də, bu bucaq, buna perpendikulyar da ikinci bucaq çəkirəm, uyğun tərəfləri perpendikulyar olan. Bu zaman bizə deyir ki, tutaq ki, digər tərəfləri bir-birinə paralel geçsin. Məsələn, bu AB, C. Deyək ki, AC tərəfi, burada ad qoyaq, MNK. Deyək ki, biz normalda burada nə deyir? Bizə deyir ki, AC perpendikulyardır MN. Eyni zamanda deyir ki, AB də perpendikulyardır MK. İndi bizə deyir ki, elə eləyin ki, ACB bucağının, tutaq ki, AB tərəfi, o birisi NMK bucağının, deyək ki, MN tərəfinə paralel olsun. Eyni zamanda da ACB bucağının AC tərəfi, o birisi bucağın MK tərəfinə paralel olsun. Bax, bunu necə eləmək olar sizcə? Məsələn, onda NMK bucağı BAC bucağı neçə dərəcə olmalıdır? Yoxsa tapa bilmərik? Tamam, onda deyim özüm. Məsəl üçün, bu bucaqlar əslində belə bucaqlar perpendikulyar şəkildə qurulmalıdır. Niyə perpendikulyar şəkildə qurulmalıdır? Baxın, deyək ki, biz bunu N götürək, bunu M bayaqki kimi. Bura 90 fərz edək, 90 olsun. Bayaqki bucağımız da A burada idi, C burada idi. Buranı özü perpendikulyar verir, uyğun tərəfləri perpendikulyar. Nəticədə, indi fikir verin, burada AB paraleldir, MN olmalıdır. Baxın, AB paraleldir, MN oldu. Niyə? Bucaqları 90 olduğuna görə bura 90, bura 90, burada özüm 90 götürdüm. Avtomatik 3 dənə 90-dırsa, bu da 90. Yəni, və yaxud da cürbəcür daxili bir tərəfli bucaqların cəmi
180-dırsa, yəni 90-90-dırsa, demək bunlar paraleldir. Yəni AB-yə paraleldir. Eyni qayda ilə də AC paraleldir, MK görə bilirik. Yəni burada da belə hallarda məsəl üçün diqqətli olmaq lazımdır. Yəni suallara 90 dərəcə olacaq həmin bucaqlar. Məsələn, desəydi ki, uyğun tərəfləri perpendikülər olan iki bucaq verilmişdir. Bu bucaqların perpendikülər olmayan tərəfləri bir-birinə paraleldir. Bu bucaqları tap. Məsəl üçün neçə dərəcədir? O zaman siz onu 90 götürməlisiniz. Tamam, başqa sual? Müəllim 70-ə də baxaq. Baxaq. 70 qaydaq biri. 70. Demək, 70-də saat 10:15-dir. Saat və dəqiqə əqrəbi arasındakı bucağı tap. Əslində, belə deyək, bu cür misallarda məntiqdə də, magistraturaya məntiqdə də belə suallara rast gəlinir. Bir məşhur düstur var, o düsturdan istifadə olunur. Amma yəni onsuz da eləmək mümkündür. Sadəcə o məşhur düsturu bilən var, saat və dəqiqə əqrəbi arasındakı bucaq necə tapılır? O bucaq, aradakı bucağa x desək, o bucaq necə tapılır? Bilən var? 11 saat çıx 60 dərəcə bölü 2, yəni. Bəli, 11s çıxılsın 60d, yoxsa tərsinə yazmalıydı? Tamam, gəlin, məsələn, bu düsturun doğru olub olmadığını balaca bir məntiqdən yoxlayaq. Əgər bu doğrudursa, tutaq ki, biz bilirik ki, saat neçə? 12:00. Məsələn, 12:00-da bucaqlar 0 dərəcə olur. Düzdürmü? Yəni, bunu düzəldə bilmərik. Gəlin, başqa bir şey baxaq. Saat 3 götürək. Çünki 3-də 90 dərəcə olduğunu bilirik. Çünki burada qoyacaq yerinə 2-0 olacaq. Burada problemimiz yaranır. Deməli, amma onu da qoya bilərik. 12-ni qoya bilərik. Nəsə, heç nə olmaz. Deməli, 15:00 götürdüm. Yəni 3:00, gecə saat 3:00. Tamam. Biz bilirik ki, bu 90 dərəcəni əmələ gətirir. Düzdürmü? Saatın 3 olub, böyük də 12-nin üzərində olanda biz bilirik ki, bu 90 dərəcə olur. Tamam, bunu biliriksə, 3-ü qoyduq yerinə, yoxlamaq üçün. 11-i 3-ə vurduq, elədi 33. Çıxılsın, heç nə alınmadı, bölü 2. 2 verin, 33 bölü 2 aldı. 33 bölü 2 90-ı verəcək? Yox. Deməli, biz 60 s çıxılsın 11-də desək, onda düz gələrmi? Gəlin buna da baxaq. 60 s çıxılsın 11-də. 60-ı 3-ə vurduq, 180. 2 verin, indi düz gəldi. Yəni, düsturda əgər 11-də 60-da çaşmışsınızsa, yəni orada bir dənə balaca 90 dərəcəlik bucaqda yerinə qoyub düzəldə bilərsiniz. Demək, 60 s çıxılsın 11-də bölünsün 2. Əgər bu düsturu biləriksə, məsələn, onda heç bir başqa şeyə ehtiyac qalmır. Biz onda nə edəcəyik? Sadəcə 10-15 deyir. Məsələn, mən bir dənə burada belə bir şey deyim. 10-15 deyirsə, istəsəz bu gündüz vaxtıdır, gecə vaxtına keçə bilərsiniz. Gecə vaxtına keçmək üçün 11-ə, bu neçədir? 11-ə 10, 23 neçə? Amma 23-də əksinə 23 olanda qayıtmaq lazımdır 10-15-ə ki, işimiz rahat keçsin. Məsələn, tutaq ki, 23:59-dur, 23:50-dir, məsələn. 23:50 necə yazmaq olar? 23:50-ni daha balacalaşdırmaq. 12-yə 10 dəqiqə qalıbsa, 11:50 yaza bilərik. Yəni, burada artıq biz 11-dən işləyəcəyik. Bir var 23-dən işləyək, bir var 11-dən. Bir də əgər 360 dərəcədən böyük bucaqlar alırsınızsa, onun içindən 360-ları çıxacaq ki, biz balaca ədədi alaq. Deməli, bunda yerinə qoysaq, 60 vurulsun, 60 vurulsun, olacaq neçə? 10, yəni 600, çıxılsın 11 vur 15, 165, bölünsün 2. 600-ü 2-yə bölürsəm, belə də eləyə bilərəm, ya da 600-dən 165-i çıxmaq lazımdır. Burada eləyəcək 435 bölü 2. 435 bölü 2 də bu 2, burada da neçə eləyir? 17,5. 217,5. Əgər 217,5 dərəcə almışıqsa, bu nə deməkdir? Məsəl üçün, saatda burada bir dənə düzəldim. Məsəl üçün, deyək ki, saata diqqətlə baxaq. Deyəcəm nədir? 360-dan üstündür, elə. İndi onu deyəcəm. Məsəl üçün, tutaq ki, bura 12-dir, bura 11-dir, bura 10-dur. Bizə də 11-ə 15 dəqiqə işləmiş verir. Deməli, bu burada qalsın, 15 dəqiqə işləmiş. Onu keçibdir. Onu keçəndə burada. Deməli, biz əslində nə almışıq? Biz əslində bu bucağı tapmışıq. Bu bucaq kör bucaqdan böyük bucaqdır. Yəni, 217,5 buradakı bu bucaqdır. Oldu mu?
Əgər o 217,5-dirsə, 360-dan da 217,5-i çıxacaqsınız, həmin cavabı tapacaqsınız. Yəni bu saat, dəqiqə, əqrəbi arasındakı bucağın imtahana düşmə şansı məncə yoxdur. Çünki magistraturada bunlar daha çox əzbərlənir, öyrənilir, tətbiq olunur deyə. Ona görə miqdə heç vaxtı belə bir suala qarşılaşmamışam. Sonra 48-ə baxa bilərik. baxaq, 48. Əslində mən şəklin üzərində çəkərək elədim. Sadəcə şəkil çox qarışdı. Yəni çox uzandı. Yəni onu daha bir qısa yolla. Orada siz mən görə bilmirəm. Parça üzərində qeyd olunmuş 6 nöqtə ilə nə yazılıb? Nəsə 6 santimetrlik. elə yazılıb. Xeyr, 6 bucaqdır. Yəni içərisində bucaqlar verilmiş. Ya 49-cu sual üzr Hə, istəyirəm. pardon. 49 olmalıdır. Mən 48-ə baxdım. Tamam, bəlkə mən. Deməli, burada bu formada ziqzaqvari formada misalı çəkilir. Tamam. Bunlar paraleldir. Verilib 40 dərəcə buradır. 40. Bu 40. Tamam. Sonra 30 dərəcə buradır. 30. Sonra 50 dərəcə buradır. 50. Və növbəti 70 və alfa var. Asel müəllimə öcə dedi ki, mən tapmışam. 70, bu da alfa. Düz dedim, Asel müəllim. Bəli. İndi deməli, burada biz nə deyirdik? Baxın, bilməm, dərsdə iştirak eləmişsiniz, eləməmisiniz həmin vaxtda. Baxın, biz demişdik ki, M hərfi olanda, bu bucaqdan bu bucağın cəmi buradakı bucağı verir. Bunu demişdik. Və bunu da demişdik ki, əgər bu, deyək ki, W hərfini xatırladan, yəni beləncik nə qədər hissəni çəkə bilər, bu zamanda yenə bu tərəfdə, sol tərəfdə olanlar, sağ tərəfdə olanlara cəminə bərabər olacaq. Bunu demişik. Tamam, əgər bunu biliriksə, vəssalam, ondan gedəcəksiniz. 40, 50. 9 idi. Bəli, bəli, başa düşdüm. Sadəcə mən orada məsələn paralel düz xətti o içərisində olan qırıq xəttlərlə, 3-cü düz xəttlə o Bəli. formada uzatdım, ona görə Hə, qarışdı. o isbata gedir deyə. Yəni orada da eləmək olar onları. Eləmək olar. Sadəcə olaraq məsəl üçün belə deyək, siz bunu çəkdiniz belə, məsəl üçün belə. İndi fikir verin, bura 40-dır, burada heç alınmır o 30. Yəni bunlar misalın özündə səhvə yol verirlər. Yəni o ədədləri qoyublar, qoymalı. Amma bu ədədlərdən düz gəlmir. Çünki 40-dırsa aşağı da bura 40 olmalıdır. Axı bura 30 yazın. Demək ki, şey olaraq doğrudur. Yəni gedişat olaraq doğrudur, amma misal olaraq yanlışdır. Yəni baxan kimi bir şey Bəli, görünür çox ki, sağ olun. bəli, buyurun. Sonra yoxdursa biz bəli. Tamam. Əgər yoxdursa, məsəl üçün belə deyim də, məndə YÖS geometriya da var. Yəni onun PDF-i də var. İstəsəz onu da ata bilərəm. Orada daha biraz mürəkkəb məsələlər də olur. Yəni üçbucaqlar, çəmbər və sair mövzuları var. Yəni o da istifadə edə bilərsiniz. Yaxşı bir kitabdır. Yəni daha doğrusu yəni YÖS. Bəli. 51. 51. 51. Tamam. Aha. 51'ə baxaq. 51. Hə, burada da gəlin baxaq şəkil üzərində olan misal. Bu belə gəldi. Bura 65 dərəcə var. Formada gəldi. Bu da belə gəlir. Buradan da belə bir. Demək, əsas burada paralellər diqqətə alınmalıdır. AB-ni paralel verir YD-yə. YD aşağıdadır. AB paralel YD. Bir də verir ki, BC. Bunu bir damcı düzəldim. Paralel eləyək. Deməli, BC-yə paralel eləyəcəyik. Paralel. Tutaq ki, bu da paralel olmuş olsun. Yəni, bunları oxdan qoysaz, yəni bir oxdan qoysaz, yəni qarışdırmayacaqsınız. Və yaxud buna 2 dənə ox qoysaz, yəni görəcəksiniz ki, 2 ox qoyduğunuz bir-birinə paraleldir. Tamam. DF şüası CDY-nin tənbülənidir. Bu bizim işimizə yarayacaq. Yəni, bura alfa qoysaz, burada alfa qoyacaqsınız. 65-i də verin. 65 də bu bucağı verir bizə də buranı soruşur. X qoyaq. Demək, alfadan x-in cəmi daxili bir tərəfli bucaqlar olduğuna görə cəmi 180-dir. Bunu bilməliyik. Amma ilk öncə
bizə nə xatırladır? Məsələn, ABC bucağı, fikir verin, ABC bucağı, yəni 65 dərəcə bucağın tərəfləri FYD bucağının, FDY bucağının daha doğrusu, FDY bucağının tərəfləri ilə nədir? Paraleldir. O nə deməkdir? Uyğun tərəfləri paralel olan bucaqlar mövzusudur. Yəni diqqətlə baxsaz görəcəksiniz ki, AB-ni YD-yə paralel verib və bucağın BC tərəfini də o biri bucağın DF tərəfinə paralel verib. Onda belə çıxır ki, bu alfamız elə 65 dərəcəymiş. Yəni burada biraz diqqətli olmaq lazımdır, paralellərə fikir vermək lazımdır. Tamam. 65 olandan sonra x-dan da alfanın cəmi 180 olmalıdır. Daxili bir tərəfli bucaqlara görə yenə orada paralellik var. Və x-in yerinə 65-i qoyursunuz. Daha doğrusu alfanın yerinə 65-i qoyursunuz. 65-i qoyandan sonra 180-dan 65-i çıxıb 115 dərəcə cavabını alırıq x-a. Başqa varsa deyin. Yəni elə olsun ki, belə bir burada hər hansı bir sualda problem yaşanmasın da, yəni ən azı bu tipli. Yəni zaten üçbucaq, çevrə, bu dördbucaqlı və sair mövzular bizə lazım olacaq. Amma bunsuz da keçənə bilmərik də, bunlar da lazımdır. Ola bilsin. Məsələn, 68 tipində sualdan qarşılaşa bilərsiniz, yəni ola bilər. Yoxdursa, keçək həqiqi ədədlər mövzusuna. Bəli, müəllim. Tamam. Deməli, bizim həqiqi ədədlər bölməsində bəzi vacib qaydalar var. Bir var sadə qaydalar, bir var biraz mürəkkəb qaydalar. Necəsə mürəkkəb qayda həqiqi ədədlərdə olurmu? Təbii ki, olacaq. Olacaq. Biz indi müəyyən qaydalara baxaq. Həqiqi ədədlər ümumiyyətlə rasional və irrasional ədədlərdən ibarətdir. İndi rasional ədədlər Q hərfindən işarə olundu, irrasional ədədlər I hərfindən işarə olunur, həqiqi ədədlər R hərfindən işarə olunur. Yəni bu ümumi deyək ki, qaydalardır. Q I-yə bölündü, yəni bu ikisinə və rasional ədədlər öz növbəsində tam ədədlər, natural ədədlər, eyni zamanda kəsr ədədlər, dövrü, sonlu onluq kəsrlər və s. İrrasional ədədlər isə dövrü olmayan, amma sonsuz davam edən onluq kəsrlər şəklində göstərilə bilən ədədlərdir. Məsələn, 5,1, burada 2 yazdım. Sonra təzədən 1 yazdım. Sonra 2 dənə 2 yazdım. Sonra təzədən 1 yazdım. Sonra 3 dənə 2 yazdım. Sonra təzədən 1 yazdım. Və bu 3 nöqtəni qoymaq hökmən vacibdir. Tamam. Belə olan ədədlər irrasional ədədlərdir. Bu şəkildə göstərilir. Deməli, sonsuz, amma dövrü olmayan onluq kəsr kimi yazıla bilən ədədlər burada yazılmalıdır təbii ki, amma yazılmasa da siz artıq məntiqdən tutursunuz ki, 2 dənə 2 burada var, 3 dənə 2 burada var. Demək, hər dəfə davam etdikcə ikilərin sayı birlərin arasında arta gedir. Ona görə də kökdən çıxa bilməyən ədədləri biz adətən irrasional ədədlər kimi götürürük və burada da təqribi qiymətlər yazanda, məsələn 1,4 kvadratı 1,96-dır, bir də qoyanda təbii ki 1,41 kvadratı 2-yə yaxınlaşır və s. belə gedir. İndi adam var ki 4, 5, 6-cı rəqəmi də əzbərləyir. Yəni buna ehtiyac yoxdur əslində. İrrasional ədədlərdən pi ədədini Y ədədini də təbii bilməlisiniz. Bunu da bilirsiniz yəqin ki, loqaritmada Y-dən istifadə edəcəyik. Pi ədədi çevrədə lazım olur. İndi irrasional ədəd, ümumiyyətlə rasional ədədlərin hamısının cəmi rasional ədədlərdir. Cəmi, yəni rasional ədədlər üzrə əməllər deyək. Toplama, çıxma, vurma, bölmə təbii ki, rasionalı verir. Yəni biz bu haqda heç kim deyə bilməz ki, irrasional verir. Tamam. İrrasional ədədlər üzərində əməllər nəyi verir? İrrasional ədədlər üzərində əməllərdə təbii həm rasional, həm də irrasional olur. Yəni istər irrasional topla, istər çıx, istər vur, istər böl. Biz həm rasional ala bilərik, həm də deyək ki, irrasional ala bilərik. Qaldı rasionalın, irrasionalın cəmi. Burada diqqətli olmaq lazımdır ki, 0 olanda, 0-ı vuranda nəyə vurursan vur 0 eləyir. 0-a vurma olmasın, 0-a vurma olmasın, 0-a bölmə olmasın. Bu zaman rasional ədədlər 0-dan fərqli deyək. Rasional ədədlər, irrasional ədədləri istəyirsiniz toplayın, istəyirsiniz çıxın, istəyirsiniz vurun, istəyirsiniz bölün, cavab həmişə irrasional olacaq. Burada da belə bir qayda var. Tutaq ki, biz əgər x olsun, daxil olsun, tutaq ki, irrasional ədədə, y də daxil olsun irrasional ədədə, biz həmin bu bir dənə silə. Deməli, həmin bu x-dan y-in cəminə tutaq ki, rasional deyək.
x üstəgəl y-in cəminə sıfırdan fərqli o misallarda verilir. Onda səbəbi odur ki, orada müəyyən indi tutaq ki, mən heç zaten irrasionalın cəmi sıfırı verə bilər. Mənfi kökdəki, müsbət kökdəkinin cəmi. Bu sıfırdan fərqli tutaq ki, rasional ədəd olmuş olsun. İndi belə olan halda istəyirsiniz bu ifadəni istənilən rasional ədədə vurun. Nə qədər rasional ədədə vurursunuz vurun, cavab dəyişməyəcək. Yəni rasionallıq pozulmayacaq. Lakin məsələn tutaq ki, x-in səbəb nədir? X üstəgəl y axı bir yerdə rasionaldır. Rasionalı vuranda biz nə dedik? Rasionallıq pozulur. Amma indi təsəvvür edin ki, birini 4-ə vururam, irrasionalın birini 5-ə vururam. Bu zaman o bir-birini götürmə xüsusiyyəti itəcək. Yəni irrasional üstəgəl irrasional bu zaman fərqli irrasionallar olacaq. Məsələn, belə bir ədəd fikirləşək. Məsələn, elə ədəd x-a qoyaq, y-ə qoyaq ki, onları toplayanda həqiqətən də rasionalı versin. Və 0 verməsin tutaq. Məsələn, kök adlı 2 ilə 5 çıx kökdə 2-ni götürmək olar. 5 çıx kökdə 2 bir yerdə irrasional sayılır. Və biz bunları toplayanda gördüyümüz kimi bunlar gedir, rasionallıq alınır, 5 alınır. Amma məsəl üçün biz kökdə 2-ni, kökdəki x demişik, kökdə 2-ni 4-ə vurub, o birisi 5 çıx kökdə 2-ni 5-ə vursa, burada artıq köklərin getməsi mümkün deyil. Köklər burada qalır. Ona görə də cavab irrasional olmuş olur. Bu misallarda tez-tez yazmaq üçün bəzən ədəd qoyuruq, amma ədəd qoymadan biz misalları çözə bilərik. Yəni bu qaydaları bilsək. Məsələn, x üstəgəl y rasionaldırsa, yenə deyirəm, x və y irrasional olmalıdır. X üstəgəl y rasionaldırsa, x sıx y artıq irrasional olmuş olur. Hər zaman irrasional olmuş olur. Bu da çox bəzən sıxı verib rasional veribsə, demək üstəgəli irrasional olmuş olacaq. Səbəb də nədir? Məsəl üçün köklərin əks ədədlər olması lazımdır ki, ədədlər içərisində, verilən irrasional ədədlər içərisində onlar islah olunsun ki, rasionallıq yaratsın. Əgər cəmləyəndə yoxa çıxırsa, deməli çıxanda yoxa çıxmayacaq. Buna diqqət edirik. Bu belə. İrrasional, rasionalı da bildik ki, bir yerdə nəyə əmələ gətirir. Tamam. Mən şeydən danışacağam. Ədədi orta, həndəsi orta, bir də harmonik orta. Bəzi məsələlərdə, misallarda sürətləndirmək üçün əslində harmonik orta çox düşən bir şey deyil, amma yenə də bilək. Məsələn, ədədi ortanı tapanda bilirsiniz ki, verilən ədədləri, məsələn, A1, A2, A3 neçə dənə verilibsə, məsəl üçün burada 3 nöqtə qoyaq, yəni uzatmayaq, 3 nöqtə qoyduq, bunu bilirsiniz. Yəni, tutaq ki, n qoysaq bura, n dənə də ədəd olacaq, deməli bunu 2 dənə ədəd onu 2-yə bölürsünüz, 3 ədəd onu 3-ə bölürsünüz. Həndəsi ortadır deyəndə, təbii ki, buradakı ədədləri biz müsbət ədədlər kimi götürək. A verilən ədədlər, tutaq ki, A-lar, B veribsə B-lər, fərqi yoxdur da, nə verir versin. Bunlar olsun müsbət həqiqətdir. Müsbət həqiqətdir. Və bu zaman müsbət həqiqətdə verirsə, həndəsi oradan tapanda biz kök altında n-ci dərəcədən yazacağıq. Çünki həndəsi orta üçün kökün altı mənfi olmasında cüt dərəcəli kökün altı. Burada da tutaq ki, A-lar yazırıq. A1 vurulsun, A2 vurulsun, neçə dənə hədd veribsə, o dərəcədən yazmalıyıq. Məsələn, həndəsi silsilədə biz 2 hədd üçün yazırıq bu qaydanı. Amma burada biz deyək ki, n-ci dərəcədən yazdıq. Bu belə. Qaldı harmonik orta nədir? Harmonik orta bilən var. Harmonik orta nədir? Harmonik orta. Bilən yoxdur. Deməli, harmonik ortada, məsələn, burada fikir verin, ədədi ortada məxrəcdədir. Həndəsi ortada kökün dərəcəsindədir. Harmonik ortada say sürətlə yazılır. Və bu zaman verilən ədədlər ki var idi. Məsəl üçün, biz bunu burada elə ki, tərs kimi yazacağıq. A1 üstəgəl 1 bölünsün A2. İndi nümunədə baxacağıq bu nə deməkdir. Ondan sonra aydın olacaq. 1 bölünsün AN yaza bilərik. İndi, burada da ümumi qayda budur ki, həmişə müsbət ədədlərin, tutaq ki, 2 müsbət ədədin, 3 müsbət ədədin, ədədi ortası həndəsi ortadan böyük bərabər olur. O da həmişə böyük bərabər olur harmonik orta. Əgər bərabərlik nə zaman ödənir, onda bilin ki, ədədlər bərabər olur. Məsələn, 5-dən 5-i götürün, 5-dən 5-in ədədi ortası 5-dir. Düzdürmü? 5 üstəyə 5 bölü 2.
Həndəsi ortası 5-i 5-ə vurub ikinci dərəcədən çıxartmaqdır. O da 5-i verir. Aydındırmı? Məsələn, harmonik ortanı da baxın. Məsəl üçün, tutaq ki, 2 dənə ədəddir, yuxarı yazdım. 5 və 5 ədədlərindən danışıram. 5-də 1, üstəgəl 5-də 1 yazdım harmonik orta üçün. İndi sürəti də 5-ə vuraq, məxrəcəkini də 5-ə vuraq. 2 vur 5 yuxarıda yarandı sürətdə. Məxrəcə də 5-ə vuranda 1 üstəgəl 1-dən 2 yarandı. 2-lər getdi, yenə 5 oldu. Demək ki, bizə A1, A2, AN ədədləri müsbət həqiqi ədədlər verilibsə, biz qaydanı belə yaza bilərik. Ədədi orta böyükdür həndəsi ortadan, o da böyükdür harmonik orta. Harmonik orta verilən ədədlərin tərsini məxrəcdə toplamaqdır. Sürətdə isə saylarını yazmaqdır. Bu belə. Bəs bunu hansı misallar üzərində görə bilərik? Gəlin onlara bir də diqqət edək. Məsələn, tutaq ki, bizə versin, ola bilər ki, məsələn, deyək də, cürbəcür misallar verilir, bəzən A, üstəgəl B, üstəgəl C, məsələn, olsun, tutaq ki, 6 olsun. Məsələn, bizdən soruşur, adətən bu məşhur misallardır, yəni Türkiyə şeylərində zətdə çox olur belə. Məsələn, bura 4 yazılar, deyəcəm ki, bu nə üçün və hamı bunu götürür, belə bizə tətbiq edir. Məsələn, deyir ki, bu ifadənin, tutaq ki, nəyini soruşsun? Məsələn, tutaq ki, A üstəgəl B üstəgəl C 6 olarsa, bu ifadənin ala biləcəyi ən kiçik qiyməti tap. Məsələn, belə bir sual versin. Ən kiçik qiyməti ifadənin ala biləcəyi, bu ifadənin ala biləcəyi ən kiçik qiymət. Ən kiçik qiymət 2-dir. Ən kiçik qiymət. Tamam. Bəs bunu necə tapacaq? Məsəl üçün, biz ədədi orta öyrəndik, harmonik orta öyrəndik, tutaq ki, həndəsi orta öyrəndik. Hansına uyğun gələrsə onu tətbiq edə bilərik. Bu da maraqlı bir şeydir. Və biz yadımıza saxlayırıq ki, ədədi orta böyükdür, bərabərdir. Həndəsi orta, o da böyükdür, bərabərdir harmonik ortadan. Sizcə mən bunu hansı yoldan çözsəm daha yaxşı olar? Məsələn, tutaq ki, bunu yazıram. Siz deyirsiniz ki, bu nədir? Məsələn, 4 böl B-ni 2 böl B, üstəgəl 2 böl B yazırlar. Bu məşhur suallardan biridir. Burada elə ki, 1, 2, 3. Məsələn, baxın, 3 böl C yazacağım. Bunu 3 dəfə təkrar yazırsam. 3 böl C, üstəgəl 3 böl C. Bunu yazdım. Və bunu 6-ya böləndə nə alıram? Ədədi orta alıram da, düzdürmü? Saylarına böldüm. 6 dənə olduğuna görə. Saylarına böldüm. Böyük bərabərdir. Biz bunu harmonik ortadan yazaq. Nədən? Çünki harmonik ortada nə var idi? Məsəl üçün, say yuxarı yazılırdı. Aşağıda tərsləri yazılır. Fikir verin, nəyi deyirəm? Tərsləri. Məsələn, 1 bölü A-nın tərsi nədir? A-dır. 2 böl B-nin tərsi B böl 2-dir. Burada da B böl 2 var. O birislərdə də 3 dənə C böl yazacağım. Ya da ora hamısını yazmayayım. Deməli, 3 dənə nə yazmalıyam? C böl 3. Qoy yazım belə. 3 vurulsun. C böl 3 yazacağım. Və nəticədə nə görəcəyik? Gəlin baxaq. İndi bu ifadə bizdən soruşulan ifadəyə, məsələn, 1x deyək, bizdən soruşulan ifadə 1x olsun, onda sürətə x yazsaq, x böl 6 böyük bərabərdir, 6 bölünsün, A qaldı, B böl 2-nin üstünə B böl 2 gələndə B-ni verir. Burada da C böl 3-ləri topladıq, elədi C. Nə gördük? A üstəgəl B üstəgəl C-ni tapdıq. Yəni, harmonik orta burada bizim işimizə çox yaramış olur. Buradan da x böyük bərabərdir. 6-nı təbii ki, sağa vuracam. 36 böl 6 olur. A üstəgəl B üstəgəl C-yə də 6 demişəm axı. Deməli, nə görürük? 6. X böyükdür və də 6. A üstəgəl B üstəgəl C 6 olduğuna görə. Oldu mu? 6-nı 6-ya böldüm 1. Tamam, burada nə görürük? X-in aldığı ən kiçik qiymət neçədən başlayır? 6-dan başlayır. Deməli, doğru cavabımız sən demə 6 oldu. Yəni, düzdür, kimsə deyə bilər ki, A üstəgəl B üstəgəl C 6-dırsa, verilən sualın da cavabını 6 götürür. Məsələn, orada 5 ola bilərdi. 5 olsa yenə biz yolumuz eyni yolla davam edəcəyik. X böl 5 yazacaqdı. Onda cavab dəyişəcəkdi. 8 ola bilər. X böl 8 yazacaqdı. Başa düşdünüz? Və bu, yəni, əqiqi, əbiqi misallarında, məsələn, ədədi ortanın həndəsi ortadan böyük bərabər olması xüsusiyyəti bizim işimizə yarayır. Bu, tangens alfa, kotangens alfanın qiymətlər çoxluğunu tap deyəndə də, məsələn, tangens alfa
üstəgəl kotanges. Kotanges tangesin tərsidir. Kotangesin tərsidir. Və bu zaman təbii ki, biz bunun ala biləcəyi qiymətlər aralığını tapmaq üçün ədədi orta böyük bərabərdir, həndəsi ortadan istifadə edəcəyik. Bu indiki mövzumuza aid nə mənadadır? Ədədi ortanın, həndəsi ortanın tətbiq olunması. Biz bəzən buna Koşi bərabərsizliyi deyirik. Təbii ki, bu zaman biz tangens alfa üstəgəl 1 böl kotangens alfanı 2-yə bölməliyik. Bura səhv yazdım. Kotangens alfa olur tərsi tangens alfa. Yəni tangens alfa üstəgəl kotangens alfanı soruşur. Biz kotangesin yerinə 1 böl tangens yazırıq və bunu tangens alfa bölünsün 1 böl tangens alfa 2-yə bölməliyik. Biz 2-ni sağa verə bilərik və ki, biri A-dır, biri B-dir. Tangens alfa A-dır, kotangens alfa B-dir. Biz onların da hasilini bura yazırıq. Tangens alfa, kotangesin yerinə 1 böl tangens yazdığıma görə, yəni bu da nəyi verir bizə? 1-i verir, deməli 2-dən başlayır. 2 müsbət sonsuz. Lakin bu müsbət hallar üçündür. Unutmayaq ki, bayaqlar biz keçdik ki, ədədi orta, həndəsi orta, harmonik ortada biz dedik ki, gəlin bunlar hamısı müsbət həqiqi ədədlər olsun. Onda əgər biz hər tərəfi mənfiyə vursaq, bu zaman birləşmə yaranacaq, mənfi sonsuzluq mənfi 2 alınacaq. Çünki bərabərsizdə də keçəcək, mənfi 2 daxil olacaq. Yəni mənfi 2 ilə 2-nin arasını bu funksiyada qiymətlər ala bilməz, alfaya neçə dərəcə verirsən ver, amma bu arada olan bütün qiymətləri bu funksiya ala bilər. Bu belə. İndi bir dənəsini də istəyirsinizsə buna aid deyək. İkinci hissədə, dərsimizin ikinci hissəsində sizə bir ədədin standart şəklini, bir tam və kəsir hissə. Tam və kəsir hissə ən önəmlidir. Orada MHŞ-də olan bəzi tipli soruları verəcəm. Məsəl üçün, kimsə deyə bilər ki, mən ədədin tam kəsir hissəsini yaxşı tapıram, amma çətinlik çəkəcəyiniz məqamlar olacaq. Məsələn, indi bir dənə də bunu deyim. Məsələn, tutaq ki, bizə ABC, məsəl üçün, ola bilər ki, D də verilsin, M də verilsin, 4-5 dənə hərf verilsin. Bu 4-5 dənə hərfin hamısını müsbət versin ki, biz işimizi görək. Yəni, müsbət həqiqi ədədlərə daxil olsun. Və tutaq ki, mən hələlik burada A vur, B vur, C vur, D-nin neçəsə olacağını yazacağım. Bunu axırda yazarıq ki, ki, misalda verilir. Tutaq ki, mən axırda yazacağım, özümüzdən qoyacağımıza görə. Məsələn, tutaq ki, bizə desin ki, məsəl üçün, 8 bölünsün A, üstəgəl 1 bölünsün, məsəl üçün, 4B, üstəgəl, nə istəyirsiniz yaza bilərsiniz yəni. Məsələn, 5 bölünsün, tutaq ki, nə bilim, olsun 6C, üstəgəl, D üçündə isə 2 yazaq, 2 bölünsün, məsələn, olsun, nə bilim, 4D, ya 3D, nəsə 4D yazaq, 4D. 4D yazmayaq, çünki ixtisar getmiş olur, boş-boşdan yazmayaq. Məsələn, olsun 3D. Tamam, 3D. Bu ifadənin əki qısmını tap. Fikir verin, bu ifadənin ən kiçik qiymətini tap desə. Biz onda nə etməliyik? Biz onda hansı yol əlverişlidir? Təbii ki, bunların bir-birinə vurulması A, B, C, D-ni verir. Ona görə də bizə lazımdır ədədi orta böyük bərabərdir, həndəsi ortadan istifadə edək. Ədədi orta üçün də bunun hamısını bir də təkrar yazmağa ehtiyac yoxdur. Yəni bu ifadəyə bir x deyə bilərsiniz, A deyə bilərsiniz, B deyə bilərsiniz. Məsələn, x dedik, x bölünsün sayıdır, düzdürmü? X bölünsün, mən hər birinə bir hədd kimi baxıram. Onda burada 4 dənədirsə 4 dənə, 5 dənə olsa 5-ə böləcəksiniz, unutmayın. Yəni çox da ola bilər, A, B, C, D, E, F 6 dənə də verə bilər. Və bu böyük bərabərdir. Kök altında həndəsi ortada və 4 dənə ədədsə 4-cü dərəcə olacaq. Bu 4-cü dərəcə olduğuna görə burada müsbət həqiqi ədədlər verilir. 4-cü dərəcədən bunları bir-birinə vuracaq. Bunları bir-birinə vuranda elə yuxarıda cihaz bir-birinə vursaq, məsəl üçün də yaxşı yazın. 8 böl A, məxrəcdə hamısını yazaq. 4B, 6C, 3D. Düzdürmü? Çünki biz toplamırıq, vururuq. 8 vurulsun, sürətləri də bir-birinə vuraq. 1 var, qoy yazaq. 5 var, bir də 2 var. Düzdürmü? İndi burada ixtisarlar aparacaq. Biraz burada ədədlər pis görünsə, B ilə qarışırsa, özünüz yazarsınız. Burada bu 6-dır, bu 6-dır. Gördüyünüz kimi 6-dır. Məsəl üçün, 8 ilə 4-ü ixtisar aparırıq. Burada 6-ını da aparaq. 6 da 24. 24-ü 8-ə böləndə burada məxrəcə 3 qalır. Düzdürmü? Məxrəcə 3 qalır. İndi mən qayıdıram misalın əvvəlinə ki, bura nə qoysam tam ədəd çıxar da, mən ona çalışıram ki, tam ədəd çıxsın. Məsələn, tutaq ki, 10 qoyuram, hasil 10-a bərabərdir. Ola bilər A, B, C, D çox balaca ədədlərdir.
Söhbət naturaldan getmir axı. Və gətirirəm x böl 4 böyük bərabərdir. Kök altında 4-cü dərəcədən ABCD-nin yerinə 2 dənə 3 var məxrəcdə. 2 dənə 3-ü elə 9 yazın bir dəfəlik. ABCD-nin də yerinə 10 qoyacağam. Nə görəcəm? 5 vur 2 ilə ixtisara gedir. 5 vur 2 ilə ixtisara gedir. Buradan da eləsin gərək qoyardım ki, kökdən rahat çıxardı da 3 üstü 4 olardı. 3 üstü 4 olması üçün gəlin elə ki 90 qoyaq. 90 qoyaq. 90. ABC'də 90 olan kimi bura 90 yazıram. Nə oldu? 9 qaldı. Elə burada bərabər yazım. Deməli 4-cü dərəcədən 3 üstü 4 aşağıda, 1 yuxarıda və yaxud da 3də 1-in üstü 4. Buradan da alınır 3də 1. Nə alınır? 3də 1. 4-lər ixtisara getdi. Yəni apardı bir-birini 3də 1. Tamam. Tutaq ki biz burada misal düzəltdik özümüzə. 3də 1. Deməli nə almışıq? Sol tərəfdə yazıram. X böyükdür 4, böyük bərabərdir x bölünsün 4, böyük bərabərdir 3də 1. Buradan da x böyükdür, bərabərdir 4 bölü 3. 4 bölü 3. İndi bizdən soruşdu nə idi? Əkiqi. Demək əkiqi nədir? 4 bölü 3. Cavabı aldıq. 4 bölü 3. Fikir versəz, yəni ədədi ortanın həndəsi ortadan böyük bərabər olması və yaxud da ədədi ortanın harmonik ortadan böyük bərabər olması və yaxud həndəsi ortanın harmonik ortadan böyük bərabər olması bu cür misalların həllinə kömək edir. O da gərək sizdən ən kiçik qiymət, hətta bəzən ən böyük qiymət soruşanda bunu tətbiq edəsiniz. Bu belə. İndi Zoom-da bizi göndərəcək istirahətə biraz mən elə gəlir, baxam görüm nə qədər vaxtımız var. 2-3 dəqiqə var. 2-3 dəqiqə. Deməli, bunu silirəm. Əgər qaranlıq qalan yer var, soruşun. Bəli? Bunun həndəsi ilə və yaxud da harmoniklə getməyin biz əvvəl misalda nətər tuturuq üçün? Tamam. Məsəl üçün, baxın. Tamam. Əgər verilən A vur, B vur, C vur dedirsə, hasildirsə, görürsünüzmü? Düzbucaqlıya aldım. Hasildirsə, siz də verilən misala baxırsınız, görürsünüz ki, bunlar hər biri bir həddir. Bunları A vur, B vur. Deməli, bayaq kimdə ədədi orta, həndəsi orta, məsələn, hansını tətbiq edəcəyimizi bizə veriləndən və bir də sualdan bilməliyik. Məsəl üçün, bayaqki misalda kəsirlərin toplanması məxrəcdə A, B, C, D var idi. Məsələn, biz bunları vuranda nə görürük? A, B, C, D hasil görürük və bu bizim işimizə niyə yarayır? Çünki görürük ki, orada bizdə verilib A, B, C, D-nin hasili. Ki biz də onu vuranda bir yerinə A, B, C, D-ni qoya biləcəyik. Bu belə. Ona görə orada sağ tərəfdə həndəsi ortanı yazmaq bizim üçün əlverişlidir. Ədədi orta da ona görə orada yazılır ki, tutaq ki, ədədlərin cəmi verilibsə, ədədlərin cəmi, yəni daha doğrusu şey mənada, bu ifadənin özü cəm şəklindədirsə, həmin o cəmin saya bölünməsi və o cəmin tapılması demək olur. Yəni, demək ki, bizə hər hansı hədlərin cəmi verilirsə, ədədi orta orada iştirak edəcək. Yəni, adətən ədədi orta mütləq işin harda aş, orada baş olur. Yəni, belə başa düşmək lazımdır ki, bu cür məsələlərdə ədədi orta mütləq iştirak edir. Çox böyük halda, məsələn, abituriyentlər üçün həndəsi ortanın ədədi orta ilə əlaqəsi düşmüş olur. Koşi bərabərliyi deyilən. Yəni, o qayda tətbiq olunur. Amma belə xüsusi halda da yəni, bəzi alınmayan misallar, çətin misallarda orada yəni, harmonik ortadan da istifadə etmək olur. Bu belə. İndi isə gəlin, əgər baxın görüm neçə nəfər bizdə qoşuldu. Tamam. Başlayaq. Yəni, demək olar ki, hamı iştirak edir, bir-iki nəfərdən başlayaq. Deməli, ədədin əslində standart şəkli nisbətən rahatdır, amma bilməliyik. Ədədin tam və kəsr hissəsindən başlayaq. Yəni, çətindən başlayaq da. Ədədin tam və kəsr hissəsi. Belə baxanda o qədər çətin deyil. Amma bir qədər bəzi misalları indi görəcəksiniz ki, çətinliyi çəkə bilər. Ümumiyyətlə, ədədin tam və kəsr hissəsi belə deyək, ümumi beynəlxalq miqyasda qəbul olunmuş bir qayda. Yəni, məsəl üçün, biz hər hansı bir mənfi ədəd, müsbət ədəd, kəsr ədəd, kök ədəd, irrasional ədəd, nə ədədi olur olsun, biz həmin ədədi tutaq ki, ya özünü götürməliyik, əgər ədəd tam ədəddirsə. Əks halda, əgər ədəd tam ədəd deyilsə, kəsr hissəsi də varsa, özünə yaxın, amma solda yerləşən, ona ən yaxın
deyək ki, tam ədədi götürəcəyik. Ədədin tam hissəsi üçün. Tam hissə üçün bu mötərizə belə parçadan istifadə olunur. Məsələn, ədədimiz A ədədi olsun, A ədədi. Biz A ədədini bura yazacağıq. Bu zaman A ədədinin tam hissəsi hansısa bir ədədi vermiş olacaq. Hansısa bir ədədi vermiş olacaq. Tutaq ki, bu A ədədidir, bu da bu. Tamam. Bunu başa düşdük. Əgər ədəd mənfi də olsa, yenə soluna baxacağıq. Əgər ədəd müsbət də olsa, yenə soluna baxacağıq. Əgər ədəd, yenə deyirəm, tam ədəd deyilsə. Bu belə. Ədədin kəsr hissəsi isə, indi tam hissəni qoy belə qeyd edək. Ədədin tam hissəsi bunu yazın. Bu çünki lazım olacaq. Məsələn, A böyük bərabərdir ədədin özü. Böyük bərabərdir n-dən olmalı. Yəni çıxacaq cavabdan baxacaqsınız. Bu bizə lazım olacaq. Kiçikdir n plus 1 yazılmalıdır. Niyə? Məsələn, tutaq ki, 5,2-dir. 5,2 ona yaxın ədəd nədir? Tutaq ki, 5. Solda yerləşən birinci ədəd 5. Və 5-in də üstünə 1 gəldə nə olur? 5 ilə 6-nın arasıdır. Mən nə gördük? 5 ilə 6-nın arasına düşmüş oldu. Və ədədin kəsr hissəsinə qayıtsaq, ədədin kəsr hissəsi, yəni tutaq ki, bu ədədi bu şəkildə fiqurlu mötərizədə yazılır. Bu zaman bu ədədin kəsr hissəsi həmişə müsbət olur. Ədədin kəsr hissəsi hər zaman nə olur? Müsbət olur. Deməli, ədəd özü bizim A ədədimiz. A ədədimiz deməli nədən ibarət olur? Tam hissəsindən, həmin ədədin tam hissəsi plus həmin ədədin kəsr hissəsi. İndi kəsr hissə nədən nəyin arasında yerləşəcək? Onu burada qeyd eləyək. Deməli, kəsr hissəmiz həmişə 0-dan 1-in arasında olur. 0 ola bilərmi? Ola bilər. 0 niyə olur? Çünki ədəd tamdırsa onun kəsr hissəsi 0-dır. 0-1 aralığına düşür. Bu müsbət olmalıdır. Və hər hansı bir nümunə üzərində də baxa bilərik. Məsələn, -3 tam onda 7. Əgər biz bu ədədin tam və kəsr hissəsini axtarırıqsa, -3,7 ədəd oxunda sol tərəfdə yerləşir. Özündən kiçik -3,7-dən sola gedəndə -4-ə çıxır. Deməli, tam hissəsi bunun -4-dür. Əgər kəsr hissəsini tapsaq, burada yazaq, kəsr hissəsini, bu yazılış kəsr hissəsini göstərir. Bu bizə lazım olacaq. Kəsr hissəsini tapsaq, 0,3 olmalıdır. Niyə? Çünki bu düstura diqqət eləsək, buradan kəsr hissəni tapmaq üçün nə edəcəyik? Kəsr hissəni tapmaq üçün kəsr hissə bərabərdir yazacağıq. Kəsr hissə bərabərdir yazacağıq. Nəyə? Ədədin özü çıxılsın tam hissə. Deməli, ədədin kəsr hissəsi bərabərdir ədədin özü çıxılsın tam hissə. Bu kəsr hissəni tapanda buna hesab. İndi bu yazılış qaydaları bəzən sizə gələ bilər, rəsmi, elə bir ki, elmi cümlələr formasında, amma işimizə yarayacağını görəcəksiniz. Yəni, bəzi misallarda biz indi bunu göstərəcəyik. Deməli, nə öyrəndik? Ədədin tam hissəsi özündən kiçik ilk ədəddir. Yenə deyirəm, əgər ədəd tam ədəd deyilsə, özü də ola bilər, kiçik bərabər ədəddə yazmaq olardı. Burada fikir verin, mən nə yazdım? Baxın, kiçik bərabərdə yazdım. Niyə? Yəni, məsəl üçün 5 özü bərabər ola bilər. Yəni, məsələn, orada A-nın yerinə 5 qoysam, n də 5 olacaq. Yəni, bərabərlik yarana biləcək. Bu baxımdan. Deməli, ədədin kəsr hissəsi isə müsbət olacaq. Kəsr hissə, hətta sözlə də yazmaq olar. Kəsr hissə 0-dan böyük bərabər, 1-dən kiçik ədəd olmalıdır. Və ədədin kəsr hissəsini tapanda ədədin özündən tamını çıxacaq. Bu qaydaları öyrənmək lazımdır ki, biz misalları işləyəndə rahat olaq. İndi mən asan misal verəcəm, sonra çətinə doğru gedəcəm. Məsəl üçün, tutaq ki, biz -1 də yazıram, -5,1000-9 yazdım. Bu ədədin tam və kəsr hissəsini axtarmaq lazımdır. Biz bu zaman qayda nə deyirdi? -5 tam xırdası da varsa, -6 götürəcəksən. Çünki o ədəddən solda yerləşir. -5 tam 1000-9 ədədindən solda yerləşən, yəni -6-nı götürməliyik. Sağında -5 var. -5-i götürməliyik. Soluna doğru gedirik.
Deməli, tam hissəni tapdıq. Mən özüm sözlə yazıram ki, yəni burada da beləncə görək. Kəsr hissəni soruşanda isə ya ədədin özündən tam hissəni çıxacaqsınız. Bu onluq kəsrdir deyə şifahi şəkildə 1000-dən 9-u çıxıb, 1000-dən, niyə? 1000-də 9 deyirik. 1000-dən 9-u çıxıb yaza bilərik. 991. Amma 0 yazacaq. Müsbət olacaq. Baxın, bu ikisini cəmləsəz, -6 ilə 0 1000-də 991-i cəmləsəz, verməlidir bizim bu ədədi. Vermirsə demək biz səhv yazmışıq. Aydın oldu? Bax, bunu belə yadda saxlamaq lazımdır. Bu belə. Keçirəm, tutaq ki, mənfiləri bildik. Müsbətlərdə olduğu kimidir. Yəni, müsbətlər rahatdır. Tamı 5-dir. Kəsr hissəsi 0,23-dür. Doğrudan da 5-in üstünə, tamın üstünə kəsr hissəsini gələndə bizim 5,23-ü verə bilir. Deməli, bu tamdır, bu da kəsr hissədir. Keçdik irrasional ədədə. İrrasional ədədlərin tam və kəsr hissəsinə. Məsəl üçün, 13 çıxılsın kök altında, məsəl üçün, 5. Bu zaman bunun tam hissəsini soruşanda, biz bunu bu işarənin altında yazaq ki, tam hissəsini soruşduğunu axtardığımızı bilək. Tam hissəni tapanda kökdə 5-dən təqribi çıxartmaq lazımdır. Yəni 13 çıxılsın 2 tam neçəsə. Biz o 2 tam neçəyə nə istəyirik yaza bilərik. Nə istəyirik? Məsəl üçün, o heç bir rolu yoxdur. Çünki tam hissəni tapanda onun rolu yoxdur. Hətta nöqtə qoya bilərsiniz, yəni fərqli bir şey. İndi o istəsəz yaxın da yaza bilərsiniz. Öz işini 2,2 4,84 verir. Belə yaza bilərsiniz. Tamam. Bu zaman 13-dən 2,2 bəzən vergüldən sonra yazmırlar. Ona görə çıxanda səhvə yol verirlər. Məsələn, 13-dən 2-ni çıxırlar, 11,2 yazar. Ya 11 fikirləşirlər. Bu səhv olur. Deməli, olmalıdır 10,8. Deyək ki, nəsə. Və burada nə görürük? 10 görürük. Deməli, bu ədədin tam hissəsi neçə oldu? 10 oldu. Kəsr hissəsini tapanda nə edirdik? Ədədin özündən tamını çıxırdıq. Bu zaman biz ədədin kəsr hissəsini tapmış oluruq. Burada 3 çıxılsın kökdə 5 olur. İndi, başqa fikir var. Məsələn, bunu daha sürətli tapa bilərik və yaxud da belə bir yol da var kəsr hissəsini tapmağa. Bilən var irrasional ədədlər üçün. Məsələn, belə bir sual verin. Baxın, sual. Elə ki, 13-ü atsa, kök altı 5-lə istifadə eləsək. Aferin. Olur. Məsələn, tutaq ki, bəli, tamamilə doğru. Kim idi? Hansı müəllim idi? Asma. Asma müəllim. Tamam, əla. Məsələn, 13-ün üstü 499 qoysam, çıxılsın kökdə 5 desəm ki, bu ədədin kəsr hissəsini tapın. Müəllim də, uşaq da fərqi yoxdur. Kimsə öyrənib ki, kəsr hissəni tapanda ədədin özündən tamını çıxsın. Bu zaman ədədin özünün belə tamını tapa bilmir axı. Ədədin özü tamını tapa bilmir. Tamını tapa bilmirsə bundan nə çıxsın? Aydındırmı? Bax, bu problem yaşayanda məsələn, indi öyrəndiyimiz qayda kəsr hissə 0-dan 1-in arasında olur. Zaten biz hansısa tamını çıxanda mənfi kökdə 5-ə toxunmuruq. Fikir verin yuxarıda. 13 çıx kökdə 5 çıxılsın 10. Mənfi kökdə 5-dən işimiz yoxdur. Burada 13-dən 10 çıxdıq 3 oldu. İndi 3 çıxılsın kökdə 5-ə diqqət edin. Bu əslində 0-dan neçə olan bir ədəddir. Kökdə 5-dən 2 tam neçə çıxır, 3-dən də 2 tam neçənin çıxanda 0-dan neçə də kəsr deməkdir. Çünki kəsr hissələr ən az 0 ola bilər, ən yuxarı 1-ə qədər istənilən düzgün kəsr ola bilər. Onda belə çıxır ki, biz bunun kəsr hissəsini tapmaq istəyiriksə, kəsr hissəsini, bunu belə yazaq, kəsr hissəsini tapmaq istəyiriksə, hansısa bir ədəd, yəni belə deyək də, tam olacaq, çıxılsın kökdə 5 olmalıdır. Bu da nəyi verməlidir? 0-dan 1-in arasında bir şey verməlidir. Ona görə də ən yaxşısı biz burada kökdə 5-dən işləyirik, amma mənfi olduğuna diqqət edirik. Məsələn, 2 tam neçə olduğunu bilirik və bilirik ki, 3-dən 2 tam neçə çıxanda bu 0 tam neçəni verir. Ona görə A-nın yerinin 3 olduğunu rahatca görə bilirik ki, kəsr hissəsi budur. Deməli, kəsr hissələri taparkən bu metoddan istifadə edə bilərik. Əgər hər iki, yəni rasionalla irrasionalın fərqi cəmi verilməsə, sadəcə 2 dənə irrasional ədəd verilsə, məsələn, kökdə 18, burada olar 5 kökdə 18 çıxılsın, məsəl üçün, kökdə 32
Məsələn, belə ədədlər verilsə, yəni bunu üstə gələk də. Məsələn, bunun hətta məxrəci də ola bilər, məxrəcdə də bir şeylər yazıla bilər və buradan da bizə soruşa bilər o yazı. Məsələn, kök altında 8 yazılıb və bizdən soruşur ki, bu ədədin məsəl üçün ya deyə bilər ki, tam hissəsi kəsr hissəsindən neçə dəfə böyükdür. Tutaq ki, yazaq elə. Tam hissəsi kəsr hissəsinin tam və kəsr hissəsinin nisbətini tap. Məsələn, tam və kəsr hissəsinin nisbətini tap. Kəsr hissənin nəyini tap? Nisbətini tap. Yəni nisbəti görə yaza bilirik. Bu zaman biz bunu sadələşdirmə aparırıq. 10 kökdə 18 9 vur 2 olduğuna görə 9-dan 3 çıxır. Bu formada yazdıq. 32 16 vur 2 olduğuna görə 4 kökdə 2 yazdıq. Yəni bu 5-i 3-ə birbaşa vuraq yazaq. Burada 15 yazaq. 15 yazaq. 15. Və bu 2-dir. Və nəticədə kökdə 8-də 2 kökdə 2 yaza bilirsiniz. Buradan 19 kökdə 2-lər gedir. 19 bölü 2. Buradan alırıq 9 tam 10-da 5. 9 tam 10-da 5. Və bunun tam hissəsi 9-dur. Kəsr hissəsi 0,5-dir. Və nisbət deyəndə birinci tamı deyibsə 9-u 0,5-ə böləcəksiniz. Nəticədə 90 bölünsün 5. Burada da cavab 18 almış olacaqsınız. Yəni ədədin tam və kəsr hissəsinin nisbətini soruşdum və cavabı belə bir şeydən aldım. İndi isə gəlin işimizi mürəkkəbləşdirək. MH-ə müraciət edək. Orada biraz belə misallardan bir neçəsinə baxaq. Görün bu MH açıq idi bayaq. Həqiqi ədədlər bölməsinə gələk. Siz də aça bilərsiniz özünüz. Dəqiqə. Deməli, baxaq görək. Həqiqi ədədlər. Həqiqi ədədlər qabaqda idi. Dəqiqə. Həqiqi ədədlər qabaqdadır. Əvvələ gedək. Səhifəsinin birinin olsa desin mənə. Biz səhifədən gedək. Tapa bilmədim. Bir dəqiqə. Hansı MH-dir? Yəni biz o biri MH-ə baxmaq lazımdır. Bu həndəsə olana yox. Bir dəqiqə. O birisi MH-ə baxaq. O birisi MH-ım. Bu saat tapacağım. Tamam, mən o birisi MH-də test 8-9 var. Siz aça bilirsinizsə açın baxaq. Yəni misal baxın özünüz də görün. Çünki onsuz da zaten eləyəndə çətinlik çəkə biləcəyiniz sualdır. Bunu qeyd elədisə bunu götürün buradan. Tamam. Demək ki, test 9-un birincisinə baxaq. Məsələn, belə bir ifadə verilir. 2x, yəni bu amma özü yazır ki, bu işarə ilə parça işarəsi ilə ədədin tam hissəsi göstərilir. Zaten biz bunu dedik ki, bu tam hissənin işarəsidir. X böl 5-ə bərabərdir deyir. Bu bərabərliyi ödəyən həqiqi ədədlərin sayını soruşur. Deməli, nə soruşur? Bərabərliyi ödəyən həqiqi ədədlərin, bunu ödəyən həqiqi ədədlərin sayını, yəni təbii ki, x-i soruşur. Yəni, neçə belə x olacağını soruşur. Həqiqi ədədlərin sayını. Tamam, fikir varsa buyurun. Test 8-9-un birincisi idi bu. Əgər belə bir fikir varsa buyurun. Həlli necə eləmək lazımdır? Yoxdur. Tamam. Onda biz bayaqlar nə dedik? Bu tam hissəni göstərdiyinə görə tam hissənin tərifində nə dedik? Yəni, əgər bu ədəd A ədədidirsə, bunun tam hissəsi əgər n ilə işarə eləsək, bu zaman həmin bu A-nın, yəni bunu özdə şeydə yazdım, bu hissə həmişə n-dən böyük bərabər, yaxud da A-nın özünü yazaq da, A-nın özünü yazaq. Bu işarəyə ehtiyac yox. A-nın özü yazılmalıdır. Deməli, A içəridəki o ədədin özü n-dən böyük bərabər olmalıdır. N plus 1-dən kiçik olmalıdır. Yəni, bayaqları demişdim. Məsələn, 5,2 A-dırsa, biz bu böyük bərabər olmalıdır 5, kiçik bərabər olmalı 6. İndi, bunu biləndən sonra bu misalı çözə bilərik. Bu misalı necə çözə bilərik? Diqqətlə baxın. Yəni, bizdən A-mız 2x minus 7 bölü 3-dür. Bizim cavabımız x böl 5'dir. Cavabımız n-dır. Deməli, cavabımız nədir? X böl 5. Kiminsə fikir varsa burada onu desin. X böl 5. Nə yazmalıyam x böl 5'ə? Bərabərsizlik şəklində yazacağıq müəllim.
2x minus 7 bölü 3 böyükdür x bölü 5'də. Sonra bərabərsizlik kimi həll eləyəcəyik. Bəlkə əvvəlcə belə eləyək. X böl 5 bir k götürək. Niyə? Çünki o tam ədəddir axı. X böl 5 cavabı tam deməkdir. K burada tam ədəd oldu avtomatik. Tam ədəd. Və bu zaman x-in qiymətini 5k tapdıq. İşimizi yüngülləşdirdik. Gətiririk x-ların yerinə 5k qoyub sonra tətbiq edə bilərik. O daha gözəl olar yazılışda. Yoxsa da elə belə də qoya bilərsiniz. Məsəl üçün 2x minus 7 bölü 3'ü ortaya. Mən 5k qoysam, məsəl üçün 2 vurulsun 5k. Burada olur nə? 10k çıx 7 böl 3. Bu bərabərdir. X-in yenə 5k qoyanda 5'lər gedir, k qalır. Yəni k da tam ədəddir zaten. Deməli k-mız böyük olmalıdır, bərabər olmalıdır. 10k çıx 7 böl 3. Oldu mu? Bu 7'dir. Kiçik olmalıdır. K üstəgəl 1'dən. Düz yazıram. Yəni diqqətlə siz də baxın. Yoxsa yerin dəyişik yazdım. Bir dəqiqə. Burada yer dəyişik yazdı. Deməli 10k çıx 7 bölü 3 ortada. Mən də yazmışam. Burada bir dəqiqə. Bunları düzəldək. Bunu düzəldək. Buranı silək. Tamam. Bu tərəfə doğru yazırıq. Deməli böyükdür, bərabərdir. Buranı götürək. Bu bizə lazım deyil. Bu bizə lazım deyil. Deməli olacaq 10k çıx 7 böl 3 böyük bərabərdir k-dan. Sağ tərəfdə də k üstəgəl 1'dən. Deməli bundan sonra bu bərabərsizliyi həll eləmək lazımdır. Bu bərabərsizliyi 2 qat bərabərsizlik kimi sağ sol eləyə bilərsiniz. Yəni 3'ə vura bilərik hər tərəfi. 3k kiçik bərabərdir 10k çıx 7. 7. Sağa da vursaq olacaq. Bunu da bərabər qoymuşam. Bir də bayaqdan qalıb bizi. Demək 3k üstəgəl 3. Təzədən nə edə bilərik? Ayrı-ayrı həll eləməyə ehtiyac yoxdur. Məsəl üçün necə eləyək? Hər tərəfə 7 əlavə eləyək. 7 əlavə eləyək. 3k üstəgəl 7. Yoxsa da gəlin belə eləyək də. Bunu da bilirsiniz necə eləmək lazım olduğunu. Məsəl üçün 10k çıx 7 kiçikdir 3k üstəgəl 3'ü ayrılıqda həll eləsəz, nə alacaqsınız? Ayrılıqda həll eləsəz. Deməli 10k'dan 3k'nı çıxırıq. 7k kiçikdir. 7'ni də sağa atanda 10 olur. 7k kiçikdir 10'dan. K'mız nə oldu? Kiçikdir 10 bölü 7'dən. Bu birinci sağ tərəfi elədik. Sol tərəfi də eləmək üçün, yuxarıda özümüzə yer açırıq. İkinci. Deməli, ikincidə nə edəcəyik? 3k K böyükdür, bərabərdir 1. Bəli. 3k kiçik bərabər idi 10k çıx 7. Yəni hamı görsün deyə bunu yazıram. Və burada da biz bu elə burada qalsın. 7k'nı bura keçirdək. 7'ni sağa keçirdək. K böyük bərabərdir 1. Deməli, nə aldığımızı gördük. Bunun altından yazım. K böyükdür 10 bölü 7'dən, yəni 1 tam 7'də 3'dən böyük bərabərdir. Hətta burada, yox, böyük bərabər bu tərəfə gələcək. Çünki yeri dəyişdi. Daha doğrusu böyük deməli 1 olmalıdır. Burada 1 olmalıdır. K böyükdür, bərabərdir 1 aldıq. K böyükdür, bərabərdir 1. Düzdürmü? Kiçikdir 1 tam neçə? Burada nə görürük? K'nın ancaq bir qiymətində düz gəlir. K'nın bir qiymətində düz gəlirsə, demək x-in də bir qiymətində düz gəlir. Yəni x-a 5 verəndə düz gəlir. Yəni misalımız bu formada çözülə bilər. Aydın oldu? Deməli, baxın, bu misalın altındakı misal əgər görürsünüzsə, o daha biraz çətin ola bilər. Amma eyni yolu tutub getmək lazımdır. Məsəl üçün, test 9'un birincisini elədim. Burada belə göstərir ki, həqiqət ədədlərin sayı 1 dənə oldu. Desəydik ki, x-a nə versək bu düz gələr? X-a 5 verəndə bu düz gələcək. X-a 5 verəndə bu düz gələcək. Amma indi əgər istəsəz, o ikinci hissəsində eləyə bilərik. Yəni ikinci sualı. İkinci sual biraz maraqlıdır. Ya da istəsəz özünüz üçün evə götürüb həmin misalı rahat şəkildə eləyə bilərsiniz. Amma məsələn, orada bir dənə şey deyim. İkinci sualda əgər görürsünüzsə, belə bir qoy elə belə sualı yazım əgər görməyənlər üçün. Məsələn, burada 3x verilib tam hissədə. Üstəgəl, burada kəsr hissədə 3x çıx 5 verilib. Fikir verin. Bərabərdir. Kəsr hissədə 5 çıx x verilib. Üstəgəl 1 verilib. Belə bir tənlik verilib.
Bu tənliyi ödəyən yenə həqiqi ədədlərin sayı. Adətən belə misallarda cavablar demək olar ki 1 çıxır, amma yenə də məsəl üçün eləmək lazımdır. Çünki ola bilər 2 çıxsın, ola bilər 3 çıxsın. Məsələn, o necə verir? Burada bu hissə var, amma bu hissə. Bu hissəni yox eləmək lazımdır. Bir dəqiqə mən burada birini səhv yazdım. Və buranı belə verib. Tam hissədə 5x veribdir. Tam hissədə veribdir. Ha, kəsr hissələri yox eləmək lazımdır. Kəsr hissələrin yox olunması üçün bu yoldan istifadə edə bilərik. Bir dəqiqə, hansı yoldan istifadə edə bilərik? Məsələn, deməli 3x çıx 5 ifadəsinin, yəni bu kəsr hissənin yerinə biz nə yazmalıyıq? Fikir var. Bu ədədin özü budur da, 3x çıx 5. Ədədin özündən nə çıxmalıyıq? Tam hissəni. Ədədin özündən tamını çıxmalıyıq. Yəni deyə bilərsiniz ki, bunun içində yazılan nəyi göstərir? Təbii ki, ədədi göstərir. Verilən ədədi onun içinə yazırsan, sadəcə o fiqurlu mötərizə onun oradan kəsr hissə tapılacağını bizə xəbərdar edir. Və bundan sonra onu aparıb yerinə qoyuruq. 3x qalır. Üstəgəl 3x çıx 5-i yazırıq. Çıxılsın, yenə bu 3x çıx 5-i yazırıq. Sonra 5x yazırıq. Yəni bunlar hamısı qeyd olunandan sonra sadələşdirmə yüngülvarı aparılır. Məsəl üçün buradakı 3x-i bir tərəfdə saxlamaq, qalanlarını sağ atmaq, 5x sağda idi deyə qaldı. Üstəgəl, tutaq ki 3x çıx 5 sağa keçirtdik. Çıxılsın 3x. Bəlkə də aranızda elələriniz var ki, heç belə bir misal indiyə kimi heç vaxt eləməmişsiniz. Üstəgəl 6. Yəni bu cürünə öyrəşmisiniz 2 tam neçənin tam hissəsi, mənfi 2 tam neçənin tam hissəsi, nə bilim, kökdə 5 çıx kökdə 3-ün tam hissəsi, kəsr hissəsi. Yəni belə bir misal həll eləməmisiniz. Amma yəni belə deyək də biliyimizi daha da genişləndiririk. Yəni biz demirik ki, mütləq. Bir söz soruşa bilərəm. Bəli. Ən başdakı tam misalın özündə, yəni ortada misal var 3x-5, onu Bəli, açılışın yazısı yazılmalıdır. Bəli. Niyə? Məsələn, o kəsr hissədir. Kəsr hissə nəyə bərabərdir? Kəsr hissə bərabərdir ədədin özü çıxılsın tam hissəsi. Məsələn, 5 tam 0,10-da 0 tam qoy bu 5-i silim ki 0,5 kimi görünməsin ki, başqa cür olsun. Məsələn, 0,2. Məsələn, mən bunu necə ala bilərəm? Tutaq ki, 5 ədədindən nə çıxsam 0,2-ni ala bilərəm. Ədədin özü 5,2 olsun da, yəni hesab yazın. 5,2-dən 5 çıxsam alaram da. Tutaq ki, ədədin 5,2-dir, kəsr hissəsi 0,2-dir, tam hissəsi 5-dir. Mən 5,2-dən 5-i çıxanda nə qalacaq? Kəsr hissə qalacaq da. Bu elə bir ki, cibimizdəki pul kimidir. Məsələn, 5 manat 20 qəpiyimiz var. Bunun bütöv olan hissəsi 5-dir, kəsr olan hissəsi 0,2-dir. Ona görə biz nə yazırıq? Bu dediyim kimi fiqurlu mötərizədə yazılan ədədin özünü yazırlar. Ədədin özünü. Biz də ədədin özünün 3x-5 olduğunu bilirik. Yəni məsələn belə yazıb 5,2-ni belə yazanda biz bilirik ki, ədədin özü 5,2-yə bərabərdir. Ondan sonra da 5,2-nin kəsr hissəsinin 5 olduğunu bilirik. Və bu formada bunu başa düşürük. Ona görə də bunun tam hissəndə belə ədədin özünü yazanda 5 çıxır o tam hissədə. Tamam. Əgər başa düşdüksə, məsəl üçün davam eləsək, bunu necə eləyə bilərik? Məsələn, yenə K-ya keçmək sərf eləyir. Bəli. Bir söz soruşum. Belə çıxır ki, mötərizənin içərisindəkinin kəsr hissəsini tapmalıyıq. Yəni özü kəsr hissə deyil. Bəli. Həmişə. Ədədin özünü, bəli, tam hissədə də, kəsr hissədə də, yəni o ədədin özünü ora yazırıq. Ondan sonra biz sadəcə orada nə tapmalıyıq, onu anlayırıq. Fiqurlu mötərizə isə bilirik ki, bizdən kəsr hissəsini istəyir. Orada yazılanın kəsr hissəsini istəyir. Aydındır bu forma. İndi əgər biz tutaq ki 3x görürük də, burada sol tərəfdə 3x görürük. Məsələn belə deyim, bu tamdır. Bu da tam olacaq. Yəni çıxan cavablar tam olacaq. Bu da tamdır. Bu da tamdır. Tamlardan toplanıb çıxanda tam olmalıdır. Demək 3x-ımız tam ədəddir. Bax burada məntiqi budur. 3x-ımız mütləq tam ədəd olmalıdır. Əgər 3x-ımız tam ədəddirsə, buna bir k desək, deməli k da tam ədəd olacaq. K nə olacaq? Tam ədəd olmuş olacaq. Bunu biləndən sonra biz məsəl üçün prosesi davam elətdirə bilərik. Necə davam elətdirə bilərik? Məsəl üçün 3x gördüyümüz yerə k qoya bilərik. K
bərabərdir. Qoymasaq da ola bilər, amma qoyanda daha biraz rahat olacaq. Məsəl üçün, indi x-in yerinə nə qoymalıyam? Buradan x-i tapsaz, x k bölü 3 olur. Buradan qorxmadan yazaq. 5 çıxılsın k bölü 3, k bölü 3. 3x üstə gəl 5-də də 3x-in yerinə k qoyanda k çıx 5, k çıx 5. Bəlkə bunu sizin öz ixtiyarınıza buraxaq. Mən ədəd standart şəklindən bir şey deyim. Bu da k. Bu da k. Yerinə yazdıq. Üstə gəl 6. Burada əslində nə olacaq? Məsələn, k özü tam ədəddirsə, 5 də tam ədəddirsə, tamdan tamı çıxanda tam eləyəcək də. Belə çıxır ki, k çıx 5 xırdası yoxdur. Xırdası olmayanın tam hissəsi elə orada görünəndir. Bu buna da aiddir. Xırdası olmayanın tam hissəsi burada görünəndir. Yəni k tam ədəddirsə, tam ədədin tam hissəsi elə özüdür. Onda biz bu şeyləri ata bilərik. Yəni bu parçanı mörtəzə deyək də buna. Bunları ata bilirik. Atdıq. Yəni mən təzədən yazmıram. Yəni atdıq. Nəticədə k-lar bir-birini götürdü. Nə alındı? Buranı da siləcəm. Yəni burada alınacaq, qoy yazım yaxşı. K bərabərdir. Burada 5 minus k böl 3. Üstə gəl 1 alındı. Tamam, sadələşdi də, biraz sadələşdi. Bundan sonra biri sol tərəfə keçirsə k çıx 1 olar. O əvvəldən keçirmədi. Bir dəqiqə, buradan bunu götürüm. Burada da bunu silim. K çıx 1. Yəni k çıx 1 burada qalsın. Aha. İndi bayaqları deyildimi? Bu işarə A-nı gördünüzsə, ədədi gördünüzsə, bunun cavabı n-dırsa nə etmək lazımdır? Bax, eyni qaydanı buna tətbiq edəcəksiniz. Eyni qaydanı nə qaydası tətbiq edirdik? A-nın özü böyük bərabərdir n yazırdı. Kiçikdir n üstə gəl 1 yazırdı. Yəni burada uşaq müəllim nə etməlidir? 5 minus k böl 3-ün özünü, daha mörtəzə yox. Mörtəzə olsa səhv olacaq. Böyük bərabərdir. Ədədin özü k çıx 1-dir axı orada. K çıx 1-i götürməliyik. K çıx 1 yazmalıyıq solda. Sağ tərəfdə k qoymalıyıq. Bunu da gedin evdə özünüz bərabərsizliyi həll eləyin. K-nın alacağı aralıq sizə cavabı göstərəcək. K unutmayın, tam ədəd olmalıdır. Məsələn, alsaz tutaq ki, 2 tam neçə ilə 5 tam neçənin arasında deməli tam ədədlər orada nə qədərdirsə o qədər sayı olacaq. Həqiqi ədədlərin sayı. Bax, bu misal da maraqlı misallardan biridir. Yəni, belə deyək də, çətin misallardan biridir. Bu mövzuya aid ən çətin misallardan biri sayılır. Yəni, bu mövzuda bundan təbii şey olmaz. Bəli. Bu kvadrat mötərizələr var, tamı göstərən. Biz bunu adi mötərizə kimi aça bilmərik də, ancaq gərək məntiqən bunlarla. Yox, bəs nə, ədədin tam və kəsir hissəsi mövzusudur. Yəni, yox, adi mötərizə kimi sayılmır. Hətta bunların tam, belə deyək də, tam hissə funksiyaları var. Funksiyalarını demədim. Yəni, kəsir hissə funksiyası var. Yəni, y bərabərdir. Fiqurlu mötərizədə x. Necə biz funksiyanı y bərabər x funksiyasını öyrənirik, x kvadratın funksiyasını öyrənirik. Bax, belə funksiyalar da var. Kəsir hissə funksiyası deyirlər. Bunun da öz qrafiki var. O qrafikdə, yəni bu, əslində x-in yerinə nə qoyursan qoy, 0 tam neçə və ya 0 çıxa bilir. Yəni, qiymət qoyduqca mənfi də, müsbətdə, kəsir hissə müsbət ədədləridir, ya da 0-dır. 0-1 arasında olur. Yəni, əslində bunun qrafikində biz belə bir şeylər görə bilirik. Məsəl üçün, müsbət qoysa, 0-ı alır, sonra 1-ə doğru yola çıxır. Məsəl üçün, belə deyək. Belə əyrilər olur. Birin özünü almır. Yumru. İndi burada çox maraqlıdır. Bəzən balaca bir şey yazmır. Yəni belə, amma ucları yumru kimi olur da. Ucları boş yumru olur. Boş yumru olanda o deməkdir ki, onları ala bilmir. Aydındır. Bu formada yox, kəsir hissə bir dəqiqə mənfi ola bilməz axı. X-lar mənfi ola bilir. Yəni, düz yazmışam. Baxın, X-lar mənfi ola bilir. Yəni, bu formada belə xəttlər olur. Belə xəttlər olur. Bu hissələri, yuxarı hissələri yumru olur. Yuxarı hissələri biraz böyük yazanda düşürmüş. Yuxarı hissələri yumru olur. Aydındır. Yəni, bura yuxarı hissəsi 1-ə qədər gəlir də. 0-dan 1-in arasında cavablar olur. Yəni, aşağıda nə verirsən ver. Məsəl üçün, belə bir əyi. Bunu ayrıca qrafiki geniş şəkildə çəkərəm. İstəsəz ya da bunu çəkin bir dəqiqə. Baxın, belə bir yekə qrafikdə çəkəndə daha rahat başa düşmək olur. Məsəl üçün, burası 0-dır. Məsəl üçün, 0-dan 1-in arasında hər hansı ədəd qoyacam. 1 ilə 2-in arasında hər hansı ədəd qoyacam. 2 ilə 3-ün arasında hər hansı bir ədəd qoyacam. Məsəl üçün,
bizim alacağımız cavablar, burada da tutaq ki biri bura qeyd edeyim. Bizim alacağımız ədədlər buradan başlayacaq, buradan başlanğıcdan bura qədər gəlir. Eyni zamanda məsəl üçün 1 qoysa 0 olur. Yəni məsələn y bərabərdir. Kəsr hissə funksiyasını yazdım. X-a 1 qoyanda 1 olur. 1,2 qoyanda 0,2 olur. 2 qoyanda 2 olur. Lakin 2-yə yaxın nəsə qoysam o 1-ə doğru gedir. Məsələn 1,9 qoyanda 0,9 olur. Yəni kəsr hissə. Yəni bu ona görə belə gedir qrafiklər. Baxın, hamısı bu formada beləncə gedir. Tamam, mənfi qoyanda nə olur? Məsəl üçün mənfi 1 qoyanda 0 çıxır. Məsəl üçün mənfi 1 qoyanda. Lakin qalan halda bura doğru gəlir. Bunun özündə də həmin yerdə bunu ala bilmir. Və Olmaz müəllim. necə? Əksinə olmaz orada. Məsələn, sıfırda sol tərəfə. Yox. Niyə? Gəlin ona baxaq. Məsəl üçün tutaq ki, mənfi 1,2-dir. Mənfi 1,2-də kəsr hissə 0,8 olur. 2 verin. 0,8. İndi mənfi 1,2 burada yerləşirsə 0,8 daha yuxarıda yerləşir. İndi mənfi 1,8 qoyun, daha solda yerləşən bir ədəd qoyun. Bu zaman müsbət 0,2 olur. Yəni mənfi 0,8 burada olsa, məsəl üçün burada olsa, burada mənfi 1,8 daha doğrusu burada olsa, bu zaman 0,2 daha aşağıda bir yerdə almalıdır cavabı. Ona görə də deməli belə misallarda, yəni daha doğrusu qrafiki bu formada olur. Yəni funksiyalar keçəndə bunun haqqında bir dəfə də danışarıq. Məsəl üçün belə bu kəsr hissə funksiyasının grafikidir. Yəni hissəli qrafikdir də belə kəsilən qrafikdir. Bunu silirəm. Ədədin standart şəklində qısa şəkildə deyim ki, standart şəkildə biləsiniz. Deməli, ədədin standart şəkli necə olacaq? Deməli, tutaq ki, hər hansı bir R ədədidir. Biz bunu A vurusun 10 üstü n şəkildə yazacağıq. Amma necə ədəddir? Bu müsbət ədəd olmalıdır. Yəni mənfi ədədlərin standart şəkli danışılmır. Bu astronomiya və tibbdə lazımdır bizə. Çox böyük ölçülü ədədləri hesablamaq üçün balaca yazmaq lazım olur və yaxud da çox kiçik ölçülü ədədləri yazmaq üçün qısa yazılışa ehtiyac duyulur. Bu da demək ümumi qəbul olunmuş qaydadır. Ona görə bunu öyrənirik. A-ya ədədin qiymətli hissəsi deyirlər. Bu çox vacibdir ki, terminləri biləsiniz. A qiymətli hissədir və nə ala bilər? Onu öyrənirsiniz. Ala biləcəyi aralıq, A-nın ala biləcəyi aralıq. Yəqin ki, bilirsiniz. 1-dən başlayır, 1-i də ala bilər. 10-a qədər yazıla bilər. 1-dən onun arasında vergüllü, vergülsüz, tam ədədlər hamısını ala bilər. Yəni bu real, müsbət ədədlərdir. Yəni burada ala bilər. Bu belə. Amma n nədir? N tam ədəd alacaq. Tərtib adlanır. N-ə deyirlər tərtib.